Salam, hörmətli izləyicilər. Mən hüquqşünas Sahil Seyid Zayda. Bugünkü videoda məlumat vermək istəyəcəyəm. Sərmayə, vergi, kredit borcları və digər borclar hansı halda və necə olunur və bunun üçün nə etmək lazımdır? Kiminsə cəriməsi varsa, borcu varsa, krediti varsa diqqətlə baxsınlar. Bu diləyən vəsəyə də aiddir, hörmətli izləyicilər. Nəzərə alın. Ömür şəxsin ola bilsin banka kredit borcu olsun. O hansı halda vəsəyə təhvilinə nə qədər ödənir və hansı halda ləğv olunur. Əgər maraqlıdırsa diqqətlə sona qədər izləyin, hörmətli izləyicilər. Mütləq qeyd edin. İndi hər şeyi izah edəcəyim. Sizdən xahiş edirəm, videonu bəyənin, YouTube kanalına abunə olun ki, daha çox şəxsin bu barədə xəbər olsun. Həmin ona görə bəyənin ki, mən ərvi olan şəxslərin ərvi arabasındayam. İstəyən bir yer götürün, ərvi dostlarımın ərvi işini satın, eyni zamanda hüquqi yardım göstərin. Bunun üçün də iyanə lazımdır, yəni pul lazımdır. Pulu da mən YouTube'dan yığmaq istəyirəm. YouTube'da da belə bir qayda var. Hər bir bəyənməyə bir köpü pul verir, hörmətli izləyicilər. Zəhmət olmasa videonu bəyənir, heç olmasa 1000 bəyənmə yığaq hər videodan ən azından. Mənim digər videolarımda var 1700-dən artıq, 1800-dən artıq şortla birlikdə. Baxa bilirsiniz, istər sosial yardım olsun, istər digər mövzu olsun, hamısı var, hörmətli izləyicilər. Baxın videoyu bəyənin, daha qoy çox pul gəlsin, hörmətli izləyici, dəstək ol. Eyni zamanda xahiş edirəm ki, mən dünyanın 40 tanınmış ərivləri haqqında kitab hazırlamışam, özüm ərvi arabasında olduğuma görə və hüquqşünas, eyni zamanda ərvi təşkilatının rəhbəri olduğuna görə maraqlı motivasiya kitabıdır. Bu da Roosevelt'də var, başqaları da var. Mümkün da var. Qoy hamı bilsin, 20 martı satıram. Eyni zamanda onu qeyd edin ki, hüquqi məsələsi siz telefondan YouTube kanalına abunə olmaqla və eyni zamanda əyani hüquqi məsələsi 10 manata alabilirsiniz. Həmin əyani, həmin telefonla. Hörmətli izləyicilər. Bəyənin keçən mövzuya. Kredit borcları və cərimənin nə vaxt ləğv olunur? Birinci cəriməyə qeyd olunur. Əgər vətəndaşı inzibati qurum cərimə edibsə, mütləq qeyd edir, hörmətli izləyicilər. Birinci növbədə 5 il keçibsə, o avtomatik ləğv olunur. Nəzərə alın. Eyni zamanda kredit borcları əgər məhkəmə müqavilənin bitdiyi gündən 3 il ərzində iddia qadınmışsa, o da ləğv olunur. Vergi borcları da 5 il ərzində əgər ödəməlidirsə, umudsuz borc kimi silinir. Qadi vətəndaşların borcu, kimdənsə borc götürmüşsə, o borc da belə deyək də, hörmətli izləyicilər. Müqavilə bitdiyi gündən 3 il ərzində qarşı tərəf iddia vermişsə məhkəməyə, o da silinir, hörmətli izləyicilər. Nəzərə alın. Eyni zamanda vəsəyə demək istəyirəm ki, hörmətli izləyicilər, əgər ölmüş şəxsin borcu banka varsa, məsəl üçün belə götürək, 100 min borcu varsa, sizə 50 minlik ev qalıbsa, siz 50 minlik borcun ödəyicisiniz. Hörmətli izləyicilər, nəzərə alın, bir məsələ də budur. Mütləq qeyd edin. Yəni dediyim kimi, hörmətli izləyicilər, ev qalıbsa sizə vəfat etmiş şəxsdən, belə deyəm, mən sizdən 100 minlik tələb edə bilməz. Mütləq qeyd edin, neçə minlik yəni vəsait qalıbsa, onun miqdarını sizdən bu tələb edə bilər. Ona ki, əgər siz vəsaiti qəbul edirsinizsə, hörmətli izləyicilər, nəzərə alın, bir məsələ bu. Digər məsələ onu qeyd edin ki, hörmətli izləyicilər, mütləq qeyd edin, indi qeyd edirəm, diqqətlə baxın. Dediyim kimi videonu bəyənin. Əgər avtomobilə cərimə yazılıbsa, avtomobil cərimə meydançasına aparılıbsa və avtomobil də orada 5 il qalıbsa, həmin borc da silinir. Hörmətli izləyicilər, nəzərə alın, bir məsələ də budur. Vacib məsələdir. Siz avtomobili oradan götürə bilərsiniz. Mütləq qeyd edin. Bir məsələni qeyd edin ki, əgər vəfat etmiş şəxs vəfat edibsə və onun əməkine borc yönəlmişsə, köhnə qanundan belə deyək də, 2023-cü ilin dekabr ayında yeni qərar qəbul olundu. Ali məhkəmə tərəfindən ki, vəsəyə həmişə vəsədir. Vəsəyə asılı qalır. Amma ona qədər ölmüş şəxsin yaxınları 6 ay ərzində vəsəyə payını götürürsə, vəsəyə hesab olunur. Götürmürsə, hesab olunmur. Yəni deməkdə məqsədim nə idi? Məsəl üçün 2015-ci ildə vətəndaş vəfat edibsə, onun qohumu vəsəyə payı götürmürsə və o vaxtdan kredit borcu asıl qalıbsa, indi gedib götürürsə, bank sizdən onu tələb edə bilməz. Nəzərə alın, hörmətli izləyicilər. Bir məsələ budur, mütləq qeyd edin.
Hörmətli izləyicilər, bir daha qeyd etmək istəyirəm ki, istər telefonla, istər əyani hüquqi məsləhəti YouTube kanalına abunə olan şəxslər o müsahibəyə. Mənim 1800-dən artıq şotla birlikdə videoma tanış ola bilərsiniz. İstər sosial yardımla bağlı olsun, istər pensiyanla bağlı olsun, istər vəsailə bağlı olsun, istər kreditlə bağlı olsun, istər vergi ilə bağlı olsun, istər digər məsələlərlə bağlı olsun, istər belə deyək, əlamətlə bağlı olsun, uşağın ünsiyyətinə bağlı olsun, boşanmayla bağlı olsun. Hörmətli izləyicilər, bax. Bir daha sizdən xahiş edirəm, videonu bəyənin, YouTube kanalına abunə olun, dəstək olun ki, mən dediyim kimi qeyd etmişdim. Özüm arabasında olduğuma görə istəyən dostlarımız yer götürün, əyişdirin, satın. Eyni zamanda hüquqi yardım götürün. Bunun üçün də İranı yığmaq lazımdır. YouTube kanalına abunə olan şəxslər əgər bir bəyənmə edirsə, YouTube onun həvəsində mənə bir köpək verməlidir. Yəni, heç olmasa hər videonu bəyənməyi çatdıraq, hörmətli izləyicilər. Zəhmət olmasa, mütləq qeyd edək. Eyni zamanda onu qeyd edin ki, ərizələri yazıb onların qaydada göndərə bilirəm. Ərizələrin yazılması qaydada istər onların istər əyani şəkildə 50 manatdır, hörmətli izləyicilər. Nəzərə alın. Bundan əlavə xahiş edirəm ki, mən bu dünyanın 40 tanınmış əyriləri haqqında yazdığı kitabı 2 manat satıram. Hamı bilsin, zəhmət olmasa videonu bəyənin. Hörmətli izləyicilər, dəstək olun bir-birimizə. Və mənim kanalım biraz yerdə qalır, hörmətli izləyicilər. Cəmi belə deyək 5750 abunə var. 4250 abunə satmır ki, belə deyək də, dağılsa 10.000 gəlsin satsın. Heç olmasa bu 4250 abunəni yığaq, hörmətli izləyicilər. İmkan daxilində videonu bəyənin, paylaşın, qoy hamı bilsin. İstər sosial yardımla bağlı, istər pensiyana bağlı, istər müavinətlərlə bağlı, istər uşaqla ünsiyyətlə bağlı, istər əməkdaşın bölgüsünə bağlı, istər əlamətlə bağlı, qoy hüquqlarını insanlar bilsinlər. Hörmətli izləyicilər, gəlin biz bunu qısa müddətdə yığaq, imkan daxilində. Xahiş edirəm, vacib məsələdən biridir. Bəzi insanlar, bəzi vətəndaşlar başa düşür ki, mən bəyəndim, məndən pul çıxacaq. Yox, sizdən pul çıxmır, sizin niyəsə ödənişi YouTube edir. Sizdən çıxmadığı halda gəlin əvvəl dəstək olaq, hörmətli izləyicilər. Bəyənməklə, abunə olmaqla, abunə sayını artıraq, hörmətli izləyicilər. Vacib bir məsələdən biridir. Bir daha qeyd edirəm, hər bir videonu bir dəfə bəyənməklə bir köpük dəstək olmuş olursunuz, hörmətli izləyicilər. Yəni orada dediyim kimi 1800-dən yuxarı video var. Amma siz çalışın böyük videoları bəyənin. Yəni 3 dəqiqədən artıq olan videoları bəyənin, qoy geçsin. İstəsəniz bir gündə məsələn bir videonu da bəyənə bilirsiniz, 10 videonu da bəyənə bilirsiniz. Hörmətli izləyicilər, nəzərə alın. Diqqətinizə görə sağ olun. Sağ olun.